Atalar həmişə deyiblər ki, anasına bax, qızını al, dostlarına bax, oğlanı seç. Ailə yox, dostları bilər o necədir. Bu da ana. Qızın böyüyü anadır. Tərbiyəsi, əxlaqı hamısı ana ilə bağlıdır. Atanın da rolu var. Bir 30%. Qalan hamısı ana ilə bağlıdır. Və ana gedən yolu balada gedəcək. Gecə tezi var. Ona görə baxıb, bax keçmişdə elçiliyə gedirdilər, düzdür? Oğlanla qızını bir-birini görüblər, xoşları gəlib bir-birini. Gəlirdi evdə deyirdi ki, get filan qapıya, gör necə qızdır. İndi nasıl vücudu xoşuma gəlib, nə bilim əxlaqı necədir. Gedirlər, qonşudan soruşurlar, qom əqrəbəsini araşdırırlar, görüm kimdir, kökü kimdir, nəsli kimdir. Nə qədər dərinə girsələr, o qədər də yaxşı olur. Görürlər ki, bu köklü, nəsilli insandır, tərbiyəsi yerindədir, ona zaval yoxdur. O yaşayacaq. Bir də ki, bu süd çayı keçəndən sonra, mən master süd çayam və süd çayı keçəndən sonra başa düşmüşəm ki, insanın evinə gərək qonaq gedəsin tez-tez. Toydan qabaq, nişandan qabaq. Niyə? Ər-arvadın münasibətindən başa düşəcəksən ki, bu evin abu-havası necədir? Bu evin böyüyü kimdir? Kişidir, yox qadındır.